Bugün sizlere Mart ayı ərzində aldıqlarımı göstereceğim. Size demiştim ki Mart ayının sonunda size sürprizim var. Ve ona göre de Mart ayının 21'ine kimi çəkəcəm bu aldıqlarımı. O zaman gəlin keçelim. Deməli ilk öncə Pinkdən belə bir 1, 2, 3, 4, 5, 6 7 dənəli bir qolbaq setidir. Çox qəşəngdir. Həm qolbaq kimi istifadə etməyi düşünürəm, həm də o ayağa falan keçirləri onun kimi istifadə etməyi düşünürəm. İkinci olarak Golden Rose'un belə bir ağrəngli lakını almışam. Şəkillərdə falan əl və ayaq zırnağı çəkəndə çox qəşəng görsənir ağ lak. Belə bir markaya bənzər köynək almışam, amma marka deyil. Özü belə bir köynəkdir. Mən ya fevral ya da ki yanvar ayı ərzində çəkdiyim video var idi. Orada var, baxa bilərsiniz. Onun altına geyinməyi almışam. Ən son olaraq 4 rəngdə silinə bilən saç boyası almışam. Bəyəm. Çok şey görsən çünkü. Videomuz bu kadar idi. Gələn ay içində də görüşərik.